Salam qızlar, sabahınız xeyir. Gözümü açar açmaz bir stəkan su içmişəm. Burada qanad qoymuşam qızarmağa. Burada da yanına biraz xırda vermişli eləyəcəm. Mən bilmirəm də, uşaq vaxtdan vermişil ümumiyyətlə sevməmişəm. İrili, xırdalı fərq yoxdur. Nə tər olsun, sevmirəm vermişli. Bilirsiniz də yerəm. Plov eləyirlər, düyünlə dəmliyirlər. Onunla yerim. Onunla Nərgiz bizdə sevmir deyə bir-iki dəfə eləmişəm, xoşuna gəlmir. Ona görə də onu heç eləmirəm. Amma olsa elə yerəm. İndi mənim üçün fərq yoxdur. Axşam gələm evə hansı yeməkdən qalıbsa, o yeməyi istilədir yerim və salam. Belə işlər, yavaş-yavaş məktəbdə bağlanır. Bizdə dənə evdə ataşqa olur. O da məktəbə gedir, bu tərəfdən də kofe içirəm. Məktəbə gedir, gəlir. Sabah deyəsən nəsə KS7, summatirdir, nədir, onu yazılacaqlar. Allah bütün uşaqlara zehin açıqlığı versin, inşallah. Belə hazırlıqlar bitib. Hava nətərdə desəz çalıyır, hava yağış yağır. Qız yağış yağmağa başlayıb. Xırda-xırda atır. Biraz olmaz nazicəyim dəfə gözlərim. Kömrə də yemək qoymuşam, hələ nazlanır, fırlanır, gedir o özə gəlir bu yüzden. Kömür getiyim. Bunu bir daha çevireyim. Özüm vampot da koymuşam birinci. Biraz pişsin sonra koysam eşek kızarsın. Mən əvvəl alırdım səbadan. Toyuq, sinət, zaten toyuq məhsullardan. Alırdım, yığıldım buzxanaya. Amma bu ay gelib ona çata bilməmişəm. Bilmirəm, nəsə gelib ala bilmədim. Hər dəfə deyirəm, çatdıra bilmirəm. Gəlirəm, səbah bağlıdır. Öyle marketdən çox almaq xoşlamıram toyuqlar zaten. Çünki elə olur ki, köhnə olur. Gətirib oradan da dala qaytarmırsan. Düzdür, oradan alanda mən deyirəm ki, verin baxım iynəyirəm, iynə zadını. Amma yenə də olmur. Amma səbada elə bir şey ola bilməz də. Bir dənə köhnə illərdir mən alıram. Bir dənə köhnə görməmişəm ki, hansısa bir məhsulları köhnə olur. Ona görə səbanı sevirəm. Təzə olur hər bir şeylər. Orada fikirləşirdim ki, həm qanad, bud zadalım buzxanaya qoymağa, həm də orada bud əti var, sümüksüz. Onu alıb sinət ilə qarışıq mərnəvət edib buzxanaya qoyurdum əvvəl dönər üçün, qadğızdadım. Bax, elə eləmək istəyirdim. Heç olmasa arada bir ataşa dönər eləyim. Ataş mənim yaratmaz gün ərzində deyəm ki, gündüz gedib məsəl üçün planşaya gedib ala gətirədən yaratmaz. Bacımla danışdım Kofumolkanın. Deyir, ikisi var, amma belə yaxşı deyir də. İndi görmələ. Bunları pişirim qoyum, sonra düyünü yuyum, axşama qədər qurusun. Məndə neçə dənəsi olub, mən o belə dəmir olanlardan, o tez yanır, tez xarab olur. Bilmirəm ki, bu var məndə, nədir, blenderlər.
Bax, onun kofomolkaları vardı. Mən götürdüm, onları tulladım. İşlədə bilmədim. Dedim ki, bu nəyə lazımdır? Durub da sənin nə mişatçılıq varsa olmaz. Onu niyə tulluyursun ki? Baxacam, evvelcə tullamamışam. Buraları harasa qoymuşam. Söndürün, başımız getdi. Suyun belə qəşəng tökdüm. İndi xodunu alacam, qoyacam. Tuzunu da atmışam. Vam xodda pişsin. Bu da burada qəşəng pişir. İndi yerlərini dəyişəcəm. Vermişli qoyacam arxaya, vam xodda pişsin. Bu da gür xodda qızarsın. Çünki artıq pişib. Yeməkləri pişdi, hazırdır. Da burada qəşəng dəmlənir. Mən də düyünü tərtəmiz yudum. Bəlkə 15 dəfə yumuşam da. Ağdaş düyüsü belədir. Tozu çox olur. İndi tökəcəm yaxşı bu aş üzərində süzülsün. Sonra gedənə inşallah sərərəm dəsmalın üstünə, gedərəm quruyar. 2 dənə bu dəsmalı sərdim bunun üstünə. Artıq suyu çəkilib. Bunun üstünə sərim. Axşam gələndə bir dəfə də dəsmalı dəyişərəm. Tam quruyar, sonra üydərəm. Baxdım kofomolkanın, blenderin kofomolkasını mən tullamışam. Yadımdadır ki, dedim ki, bu lazımsız bir şeydir. Mən çox qoymuşam ama. Heç olmaz. Evdə heç nə saxlamıram. Onun üstündə belə yumru var idi kofomolkası. Tərs döndərib fırlayırdım. Bir dəfə də göstərmişdim videoda. Hava da dolub durub. Nə yağmır, nə dayanmır. Sər-sər biraz belə atdı, bir-ikisini. Amma indi yağış zat yoxdur. Bilmirəm, heç nə geyinim. Bu qədər. Gərək ataşa tapışıram, bu tərəflərə yaxın gəlməyə. Suyu zadı çox açmasın, su sıçramasın buna. Qıza deyirəm ki, axşam, bu deyirəm ağdır da, biz aldığımız qırmızı olurdu. Deyir ki, özləri də ağdaşlıdır. Deyir, bu nə bilim, nə sortudur dedi. Bu yanı yenidir da, ziri-zibili az olan. Həqiqdə haqlarına girməyim də, zibil yoxdur. 1-2 dənə təyindən, o çərdək var ha, 1-2 dənə ondan içində var idi. Hansı ki, düyü içindən çıxmayıb, qabıqlı. Yoxsa belə təmizdir. Amma abalandan çox zibil təmizləyirdik biz. Çox zibili çıxırdı. Nəysə belə, bu qurusun. Mən də gedim pastelimi dəyişirdim. Qaldı yarımçıq. Dedim bunu sərim. Sonra pasteli dəyişərəm. Əslində dəyişmişəm. Yatağın üstünü örtmək lazımdır. Hazırlaşdım. Çıxıram. Bilmirəm, nə geyinim. Bunları geyinəcəm bugün. Çox qəşəng tapmışdım. Hazırız. Nəhayət bir il sonra Soli bacınızı basmaq bazarda. Həqiqətən bir il olaraq gəlmirəm. Bəlkə də çox. Haydi gidelim. İşten bir 20 dəqiqə tez çıxmışam. Satan kimi də avtobus gəldi. Ona görə də hələ bazar bağlanmıyor. Ya Allah. Gedək görək. Mən gəlməyəli bazarda nələr dəyişir.
cəmaət bazardan çıxırsa olmaz bazara gedir. Amma yox, hələ bağlamırlar. Bağlayanlar da var orada. Buradan girin, mən ya salamat. Buradan girin, bir kişi alım çıxın. İştirlərə bax. Bağlanır çox yer. Çox yer bağlanır. Mən tapacam açıq yer. Heç xoş iyilər gəlmir buradan. Ay cəmaət, bir manat aparın, bir manat, bir manat. Çürümüş badımcan deyil, bir manat apar, bir manat apar. Oo, açıb verə bax, nə qədər. Onu yığışdırır, kolkası. Əsər xiyar pomidor tapmalı. Oy, xiyar 80 gətir. Qəşəydir. Dən klop verin mən. Neçədir yarpaq? 7. Mən xiyar aldım. Yəni 2 manata, 2 manata, çolpalar 2-yə, 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 2-yə. Ayaz 2 manata çolpa var. Deyir çolpa 2 manata. Allah sən saxla. Pomidor qəşəydir, görən neçədir. Bax nə qəşəydir. Pomidor da aldım. Oh, qoz çıxıb. Qoz nə tez çıxıb. Bir işine tutmanın. Yok böyle pazarlarda. Onlar 3 manat, bunlar 2 manat. Hatta başım bazarda götürmür vallahi. Bazarın səsin başım götürmür. Kırmızı aldım. Üçə, işinə, üçə. Nerede düşünə tutular? Ağ civasına xırdadır, 2 manat. 2 manat, 2 manat, 2 manat, 2 manat. Turşuları gəlir. Al şunu, kiraz 2 manat. Gedirik birbaşa ləziz çərəzə. İnşallah ki bağlanmıyor, amma məncə bağlanıb. Yoxsa saat 10-a qədər işləyir ora. Aylin üçün qreçka almaq istəyirəm oradan. Hər yer bağlanır. Beş 500 dəfə demişəm, hər yer bağlanır. Hər bağlandığını görəcəm deyirəm.
Bazar, bu da bazar. Gərək bazar günü, amma bazar günü gələ bilməyəcəm ki. Bu ləziz çərəz bağlanır. Bir tərəfini bağlayıblar. Neyse, gedək və xiyar pomidor aldıq, gedək və bəsdir. Bu qədər bazarlıq yetər. Bazarda bir kuruq vurduğumu sonra deməyin, ha, bazarı gəzmədim. Gördünüz, sizi bazarda gəzdirdim. Bazarda gördünüz. Bir gün sizi o gür Vasmoyun səsli küylü halına gətirəcəm. İndi adam az idi. Nə deyəcəkdim? Evdə bir xiyar pomidor yox idi, ona görə bunları aldım. Dünən Seyidxanalı gilas, alça var. Bir dənə ateş yeyir. Mən inanırsız evə çatıram, elə yorğun çatıram, bir dənə yemək yerim. Deyirəm ki, qabı qaşığı yudum, başımı qoymaya heç. Dünən çay belə içmədim, təsəvvür ediyorsun da. Onda qalmış meyvə. Yəni ateşqə yeyir. Seyidxan qətiyyən alça zat yemir. Həm 100-də bir dəfə bir dənəsini yer. Alır gətir amma yemir. İnşallah sağlıq olsun. Bu həftə Nərgisin podruqası gəlməli idi bizə. Daha gəlmədi nəsə. Yəqin bir Nərgiz gələndə gələr. Deyir xala, olar 6 bazar sizə gəlim. Dedim, olar gəl. Lara baxın. Çıqqılı. Aylin Sunanjılı elə gözəl ayaqqabı vurub, sifariş verib. Elə gözəldir. Nənə işinə qurban olsun az. Nənənin çiçəyi, nənənin böcəyi. Anjela bir dəfə şəkil atır, məsəl üçün həmin gün video atmışsa küsürəm. Deyirəm, bugün şəkil atmırsan, video atmamsa. Yatdığı yerdə də olsa deyirəm, bir dənə video at. Şey donlar var. Səncə tez vurursun oradan. Neçədir bu sarafanı? Bunlar 18 manat. Eli, arkaya gəl. Elə gözəldir, ştapi. Materialı çox qəşəngdir. Amma belə iplidir də. Gəldim, mağazinə girdim. Pişiyə gördüm, balaca bir dənə qızdır. Həmişə mənim qabağıma qaçan pişik. Qız yemək verir. Daha mən vermədim. Elə yeyirdi. Hava çox qəşəngdir. Hüngürvarı belə məhəsir. Çox qəşəngdir hava. Baxılmışdım. Deyirəm, insanın canı ağrımayanda nə yaxşıdır. Vallahi sər-sər ağrı kəsdi içmişdim dünən aldığımdan. O çox yaxşı təsir elədi. Amma həkimə getmək lazımdır. Ağrı kəsdi ilə deyil. Düyü çox qəşəng, quru quruyub. Amma mən bunu yenə də belə quruyub deyib yığışdırmıram. İndi bunu başqa bir dənə dəsmalın üstünə sərəcəm. Bir gün, 2 gündə orada qalsın. Sabah görüm gələndə metro ilə gəlim. Metronun çıxışındakı Əhmədlidə olan ləziz çərəzə girim. Qızımın, Nazımın alım. Nədir onun adı? Qreçkasını gətirim, yuyum, tərtəmiz. Onu da qurudum. Aylin xanım üçün hazırlayaq. Belə. Mən işdən çıxan gələndə, elə bir gəlməmiş 1 saat qabaq yemək yemişəm deyə ona görə ac deyirəm. İndi gətirib bir 2 dənə qablarım var. Onları yuyacam və salam gedib dincələcəm. Hə, bir də səhər pastellləri dəyişmişdim öz pastelimi. Onu qoşum indi yuyulsun, qalmasın. Sonra keçib dincələ bilərəm. Qızlar, maşın hələ qutarmayıb. 1-25 dəqiqəsi var. Gördüm, yox, dözə bilmirəm. Dedim ki, yorumlara gəlin, biraz dincələm. Həm də yorumlarınızı oxuyum. Bir izləyicim gördüm, yazıb ki, lak hansındandır. Digər düz, mən də gec qopan lak istəyirəm. Bunu Nərgiz Türkiyədən alıb, Gratisdən alıb deyəsən. Bilmirəm, səhv eləmirəmsə. Axırı ki, Türkiyədən alıb. Belə, baxın, budur. Adı budur. Mən 3 günlük vurmuşam. Görüm, görsənsə,
Hə, 3 gün vurmuşam, qopmaz, zat etsən yoxdur da hələ ki. Yaxşıdır. Hələ ki mənim ayaqlarım demək olar ki, hər gün suyun içindədir. Yəni tez-tez yuyuram da ayağımı. Yetmə ayda qara, gün də qara. Maşın qutardı, mən çağır. Ay bacı, yazırız, o mazı çək, bu mazı çək. Baxın, yanımdadır mazılar. Mən yetim, çəkirəm ayağımı. Xeyri yoxdur, inanırsınız, xeyri yoxdur. Çox sağ olsun, bir izləyicim yazıb. 7 nömrəli poliklinikada həkim ana, ora gedəcəm. Qaranlıq tunellərdən gedək paltarlarımızı sərməyə. Bir də bunu göstərim. Bir izləyicim yazıb ki, nə qədədir litri, baxın. 3 litr 750 milli. Belə çox qəşəngdir ha. Bir izləyicim də yazıb ki, söyle məsləhət vermək kimi olmasın. Qapağın belə bu içinə girən qapaq olanda mən atıram yumaq üçün. Burada düzdür yeri var, axır tökülür içinə, baxın. Amma yenə də qapaq təmiz olmaq üçün mən atıram, elə yuyulur çıxır. Bir izləyicim yazıb ki, yəni bu qutaranda qapağı tullama, birin qapağını saxla, hər dəfə ondan at. Ona diqqət eləyəcəm, gözəl bacım. Çox sağ olun, var olun. Allah razı olsun. İndi gələk paltarlarımızı sərək. Nəysə, pastellərimiz də əyri-dəli sərdi. Belə. Bir də nə deyəcəkdim? Bir izləyicim yazmışdı ki, bacım sizi izləyir, başqa bir hardansa izləyir, amma yorum yaza bilmir də sizə. Deyir, istəyib ki, bacısının adını yazmışdı, mənə salam de. Gözəl bacım, çox üzr istəyirəm. Mən onu skrin eləyib götürmüşdüm. Qaleriyanı təmizləyəndə onu da təmizləmişəm. Mən bugün video çəkirəm. Montaj eləyən kimi qaleriyanı təmizləyirəm. Çünki yaddaş dolur. Onu da silmişəm. Çox üzr istəyirəm. Əgər ki, bu videoya bacımız baxırsa, təzdən yazarsınız bacımızın adını, sevə-sevə salam göndərəcəm sabahki videoda. İnşallah. Çox üzr istəyirəm. Bir də bir izləyicim yazıb ki, Soli, sən ayağıma görə bundan qabaqki videoda yazmışam. Bilmirəm hansı videoda yazıb, ola bilsin yorumlar çox olan videoda da hansında da bilmirəm, tapa bilmədim. Bir də onu əgər bacımız görsə bu videonu, o yorumu da təkrar yazsa çox sevinərəm. Belə qızlar, bir günümüzün də sonuna gəldik. Gördünüz, səhər açılandan axşama qədər evdə nə elədimsə onu çəkə bilirəm. Çünki işə gedirəm, səhər gedirəm, axşam gəlirəm, ancaq olur. Amma belə gündəlik video çəkəndə yaxşı olur, bitirirəm. Elə olurdu, həftə ilə mən video bitirə bilmirdim, inanırsınız. Nəysə, bir də yazırsınız ki, Soli, reklamlar gəlir, sağ olun, var olun, reklamları izləyən qızlarımız. Bir tık bir damcı YouTube'da tərpəniş var. Deyim ki, belə nəsə, nə bilim, çox gəlir var. Yo, bir damcıda yalandan hiss eləyirəm ki, bu ay nəsə tərpənmək istəyir YouTube. Sizlər də əgər qarşınıza reklam çıxsa, izləsəz, mən çox sevindirmiş olarsınız. Əgər izləyirsinizsə də haqqınızı halal eləyin, sizin haqqınız keçir mənə. Belə qızlar, bir də bəyənsəz, mən çox sevindirmiş olarsınız. Hamınızı öpürəm, özünüzə yaxşı baxın, Allah'a əmanət olun. İnşallah qismət olarsa görüşərik. Bunu da deyim, bir izləyiciniz yazıb ki, Soli, demə ki, qismət olarsa görüşərik. Elə deyəndə gedirsən, bir də gəlmirsən, bir həftə sonra gəlirsən. Qismət olarsa, bəlkə gecəni yatdım, heç səhərə ayılmadım. Bilmirəm, hər şey qismət. Xeyirlisi olsun, nə olur olsun həyatımızda xeyirlisi olsun. Hamınızı öpürəm, çoxlu. Yaxşı ki varsınız, yaxşı ki mənim gözəl YouTube ailəm olmusunuz. Allah sizləri mənə çox görməsin. Hələlik qızlar.